Tamam. İkinci Dünya Müharibəsi dövründə Azərbaycan. Bildiyimiz kimi İkinci Dünya Müharibəsi 1939-da Almaniyanın Polşaya hücumu ilə başlayır. Təbii ki, bu müharibənin ilk vaxtlarında elə Almaniya Polşaya hücum edəndə SSR də Polşaya hücum edir. Amma Almaniyanın müttəfiqi idi 1939-da və müharibə belə deyək də, o vaxt hələ bunlar arasında heç bir problem olmadığı bir vaxtda Azərbaycanda heç hiss olunmur, yəni müharibə və müharibənin fəsadları. Lakin 1939-cu il, 40-cı illər sabitliyindən sonra 40-cı ilin iyununda Almaniyanın Barbarossa hücum planına əsasən SSR-ə hücum eləməsinə Almaniya SSR-ə hücum eləməklə Azərbaycan ilə SSR-in tərkibində müharibəyə daxil olacaq. İkinci Dünya Müharibəsi özü, uşaqlar, 1939-1945-i əhatə eləyirsə, bu müharibənin içərisində Böyük Vətən Müharibəsi adlandırdığımız bir dövrdür. Bu da olacaq SSR-in müharibəyə qoşulması ilə 1941 və 1945. 41-in iyununda başlayan bir prosesdə iyununda birisi Barbarossa hücumundan hücum eləyib və 45-ə kimi davam edəcək Böyük Vətən müharibəsi. Bu dövrdə Azərbaycan 1-ci Dünya Müharibəsində olduğu kimi 2-ci Dünya Müharibəsində də dünya dövlətlərinin planlarında var idi. Bu planlardan biri Azərbaycan Almaniya idi. Almaniya Azərbaycanın hücum planı Edelweiss adlandırılırdı. Burada məqsəd o idi ki, 41 sentyabr ayına qədər, yəni payızına qədər Almaniya Qafqaza tutsun, Azərbaycan neftinə sahib olsun və bu neftə olan tələbatını ödəsin. Həmçinin bu dövrdə İngiltərə, Fransanın da Azərbaycanla bağlı planları var. Bildiyimiz kimi müharibə başında 39-da Almaniya ilə SSR yaxın idi və SSR hər an Almaniyaya bu müharibəyə görə neft sata bilərdi. Təbii ki, bu İngiltərə, Fransanın xoşuna gəlmirdi, çünki SSR Almaniya neftə olan tələbatını ödəyəcəkdirsə, bu Alman zirehli texnikalarının davamlı şəkildə işləməsi deməkdir. Ona görə İngiltərə və Fransanın xüsusi xidmət orqanları düşünürlər ki, Bakını bombardıman eləsinlər və neftin hasil olunmasının qarşısı alınsın. Amma burada Churchill-lə Charles de Gaulle, Fransız Charles de Gaulle bilirsiniz, Winston Churchill ingilisdir. Onlar buna etiraz edirlər. Yalnız əgər neft daşınacaqdırsa, Qaradənizdə sualtı gəmilər vasitəsilə SSR gəmilərini vurub Almaniya neftin çatdırılmasının qarşısını almalıdır. Amma iş elə gətirəcəkdir ki, nə o planı yeriyəcəkdir, nə bu planı yeriyəcəkdir. 41 iyununda Hitler qəflətən müharibə yönətməcən SSR-ə hücum edir. Və SSR-ə hücum edən vaxtı 41-də bilirsiniz ki, 1941-də Moskva döyüşü olacaqdı və bu Moskva döyüşü Ruslar Almanlara hücum planının qarşısını alacaqdı. Belə ilə məğlub edilməz Alman ordusu mifi dağılacaqdı. Bundan sonra Hitler anlayır ki, həm də ki artıq uzun bir məsafədə, düşünün ki, Almaniyada Moskvaya da gəlir və təchizat zəifliyi baş verir. Hitler anlayır ki, bu təchizatı təmin etməlidir özündə və bir də başa düşür ki, SSR-nin əsas canı olan Qafqazı ələ keçirməlidir ki, SSR-i Qafqazdan nəsə əldə eləməsin. Və 1942-ci ildə yayında yeni bir hərbi əməliyyat kampaniyası başladı. Bu kampaniya Stalingrad, Grozno ərazilərinə hücum eləməklə, bunları tutmaqla Qafqaza gəlmək, Qafqazda Bakını tutur, oradan da İran və İraqa hərəkət eləməkdir. Çünki o, hətta Hitlerin Yapon səfirinə dediyi söz o idi ki, mənim məqsədim İrana və İraqa getmək, oraya qədər hücum eləmək və o hücumlar nəticəsində orada Almaniyanın neftə olan tələbatını ödəmək. Bunun üçün 1942-ci ildə Almaniya Qafqaza hücum edəcəkdi və bu hücum planı da yenə də Azərbaycana hücum planıdır, Edelweiss adlanır. Cənubi Qafqaz ölkələri içərisində əsas strateji mövqe Azərbaycan idi. Ermənistan Gürcüstan çox da belə sayılmırdı, çünki onların heç bir sərvəti yox idi. Ona görə də Azərbaycana SSR xüsusi fikir verecək. Müdafiə qurğuları yaradılacaqdı, Xəzər dəniz sahilində müdafiə sistemi yaradılacaqdı, sonra hərbi vəziyyət elan olunacaqdı 42-ci ildə Azərbaycanda və Qafqazda ümumi hərbi vəziyyət. Yəni hər vəcnə Azərbaycanın Almanlar tərəfindən tutulmasının qarşısı alınmalıydı. Yəni nə olur olsun. Çünki müharibənin taleyi artıq Qafqazda olacaq. Və 1942-ci ildə bu hadisələr başlayacaq. Azərbaycan SSR-in tərkibində müharibə qoşulmaqla SSR ümumi hərbi səfərbərliyi, yəni tam hərbi səfərbərlik və Azərbaycanlılar da bura hərbi səfərbərlikdə iştirak edəcəkdilər. Demək ki, Qafqaz ölkələri içərisində ən çox cəbhəyə adam göndərən şəxs olmuşdu Azərbaycan və həmçində Azərbaycan Qafqaz ölkələri içərisində və Sovet ölkələri içərisində mühüm müharibənin taleyində həll olması mühüm rol oynamışdı. Amma ən böyük ədalətsizlik ki, Azərbaycan xalqına baş vermişdi.
Bakıya heç bir qəhrəman şəhəri adı verilməmişdi və hər hansı bir mükafatla layiq görülməmişdi. Azərbaycanlılar dedi ki, müharibədə iştirak etməkləri başlayacaqdı. Burada bir çox Azərbaycanlı generallar müharibədə Moskva döyüşlərində, Stalingrad döyüşlərində iştirak edəcəkdi. Amma ilk Azərbaycanlıların qəhrəmanlıq sədası Brest qalası yaxınlığında gələcəkdi ki, orada almanlara qarşı ciddi müqavimət göstərdiyi deyildi. Azərbaycanlılar içərisində ilk dedi ki, Sovet İttifaqı qəhrəmanı olan İsrafil Məmmədovdur. İsrafil Məmmədov ilk Sovet İttifaqı qəhrəmanı almışdır. Pustinka kəndi yaxınlığında. 2 dəfə Sovet İttifaqı qəhrəmanı alan isə Həzi Aslanovdur. Həzi Aslanov bir Stalingrad döyüşlərində hər şey Sovet İttifaqı qəhrəmanı olmuşdur 42-ci-də. Bir də 44-cü ildə Belarusdan azad edilməsi uğrunda mübarizədə Sovet İttifaqı qəhrəmanı adını alacaqdı. Lakin bu 44 Sovet İttifaqı qəhrəmanı adını alanda ona bunu gizlədəcəklər, verməyəcəklər. Hətta o vaxt ölmüşdü, vəfat eləmişdi. 91-ci il müstəqillikdən zamanı verilmişdi, yəni veriləcəkdi əsaslanma. Sonra bu dövrdə Azərbaycanda təyyarəçilərimiz var idi. Züleyxa Seyidməmmədova qadın təyyarəçi idi. Sonra Yaqub Quliyev idi, Hüseyn Bala Əliyev idi. Bunlar təyyarəçilər, yəni bunları bilməlisiniz. Yəni nə olduqlarını bilməlisiniz də, nəçə olduqlarını. Sonra həmçinin snaperçimiz var idi, Ziba Qəniyeva var idi, ən güclü snaperçimiz var idi. Sonra Aliyə Rüstəmbəyova var idi, ilk tibbi yəni ilk tibbi həkim idi, yəni 2-ci Dünya müharibəsində. Sonra burada Gərək Əsədov var idi, Rumuniyada vuruşurdu, Rumuniyanın Markitka bölgəsində. Xıdır Mustafayev Ukrayna və Kiyev uğrunda vuruşacaqdı, bunlar bilməz. Yusif Sadiqov Reichstagın alınmasında, yəni Almaniya mərkəzi Berlinin alınmasında iştirak edəcəkdi, Sovet İttifaqı qəhrəmanı olacaqdı. Ziya Bünyadov Çexoslovakiyada vuruşacaqdı, Sovet İttifaqı qəhrəmanı olacaqdı. Yəni bunların hamısı bu şəxsiyyətlər bilməsiz sıralaması ilə, sıralamasına ehtiyac olur. Yəni bunları bilməlisiniz. Kimlər harda vuruşur və hansı mükafatı alacaqdı. İndi gəldik müharibə dövründə yaradılan diviziyalar. Birinci Dünya müharibəsində olduğu kimi, İkinci Dünya müharibəsində də Azərbaycanda diviziyalar yaradılacaq. Amma Birinci Dünya müharibəsində fərqli olur. İkinci Dünya müharibəsində bu diviziyaların sayı çox olacaq. Birinci diviziyamız, baxın rəqəmlərə fikir verin. 1941-də yaradılıb, bir də 1942-də. İndi rəqəmlərə fikir verin. 223, 402, 271 və 416. Görürsünüz, aşağı rəqəmlər aşağı 41-də yaradılır. Yuxarı rəqəmlər 271, 416 isə 42-də yaradılan diviziyalar. Başa düşdünüz? Yəni aşağılar aşağı rəqəmdir, yuxarılar isə yuxarı rəqəmdir. 41, 42 41-dən böyükdür, 416 403-dən böyükdür, 271 220-dən. Belə yadda saxlaya bilərsiniz. Ən asan variantı budur. Bir də Azərbaycanda ilk milli diviziyamız 77-ci diviziyadır. 77-ci diviziya uşaqlar 1920-ci ildə alınmışdır. Lakin Stalin repressiyalarına görə 38-də ləğv olunmuşdu və yenidən komplektləşdirilir. Bax ha, yaratmırlar. Yenidən komplektləşdirilir. Yəni yenidən yığırlar. Yenidən bura təchizatlar, texnikalar tətbiq olunur. Bu isə 1941-ci ildə yaradılan yenidən komplektləşdirilən diviziyadır. Hər diviziyanın özünün adı var. Niyə adı var? Vuruşduqları yerlərdə qəhrəmanlıq göstərdiyi üçün adı var. Bütün diviziyalar, istər 77, 220, 402, 271 və 416 diviziya hamısının döyüş olub Şimali Qafqazdan çıxır. Amma bunlar içərisində Belqrada qədər gedib çıxan 223-cü diviziyadır və Belqrad diviziyası adını alacaqdı. Hətta bunun alaylarının biri Viyana adını almışdı. Viyananın azad olunmasına iştirak etdiyi üçün. Sonra 271-in adını keçmirsiniz, yəni çıxarılıb o. 416 Taganrog diviziyasıdır. Taganrog şəhərinin alınmasında güclər göstərmişdir. Bir də Berlinə qədər gedib çıxan diviziyadır. Berlinə qədər gedib çıxacaqdı. 77-ci diviziya isə Krım və Simferopolun azad olunmasını iştirak etmişdi. Ona görə də Simferopol diviziyası olacaq. Yerdə qalır bu 402-ci diviziya. 402-ci diviziya yazıq başlayan kimi savaşda darmadağın olacaqdı və onun yerdə qalan texnikaları 416-ya birləşdiriləcəkdi. Yəni 402-ci diviziya ən bəxtsiz belə dedi diviziya hesab olunacaqdı. 271-ci diviziya isə bu da bir çox belə deyək də Mərkəzi Avropa ölkələrinin Çexoslovakiyada və Yugoslaviyada vuruşan belə diviziyalardan olacaq. Bir də partizanlarımız var müharibə dövründə. Partizanlar kimlərə deyilir? Əslində partizanlar kimlərə deyilir? Alman tərəfindən əsir götürülüb, sonradan Almaniya yox, Alman tərəfindən əsir götürülən Azərbaycanlarda Sovetlərlə vuruşan vaxtı və sonradan həbsdən qaçıb arxa cəbhədə vuruşan qruplara deyil, silahlı qruplara deyil, partizanlar, vur-qaç taktikası kimi. Partizanlardan kimlər idi? Baxın, Cavad Həkimli,
İtalyada vuruşmuşdu. Komissardı. Mehdi Hüseynzadə İtalya və Yugoslaviyada vuruşmuşdu. Mikhail ləqəbini alacaqdı. Sonra bir də bundan bəri Vilayət Hüseynov İtalyada vuruşmuşdu və Mussolini əsir götürənlərdən biri idi. Bir də Daniel Abdullayev, bir də Armed Michel ləqəbi ilə tanınan Əhmədi Cəbrayil. Bunlar da Fransada vuruşacaqlar və hətta Əhmədi Cəbrayilov Charles de Gaulle ilə birlikdə vuruşur. Fransanın ən ali mükafatına layiq görülür. Necə ali mükafatına layiq görülür? Fransa hərbi paradında generaldan öndə gedən bir əskərdir, yəni müqəddəs xasına. İndi qulaq asın, Fransanın ali mükafatına layiq görülməsi Armed Michel və yaxud da Əhmədi Cəbrayilov, Səməd və Mehmandarov və Əlağa Şıxlinskinin ortaq cəhətfəyiz. Onlar da birinci dünya müharibəsinə. Sonra dedi ki, bunlar da partisanlarımız olacaqdı və müharibə dövründə Azərbaycan iqtisadiyyatından söhbət edəcək. İqtisadiyyatda Azərbaycan əsas neft idi. Zaten başqa heç nə deyil idi. Hər şey cəbhə üçün, hər şey qələbə üçün naminə ideologiyası olacaqdı. Kişilər ön cəbhə gedəcəkdi. Ona əvəzləyən qadınlar və uşaqlar isə digər sənaye sahələrində işləməyə başlayacaqdılar. Neft hasilatı çox güclü yaranacaqdı. Neft yataqları vəhşicəsinə belə deyək də, Lordeldə isə vəhşicəsinə bir növ istismar ediləcəkdi və neft tək ki çıxarılsın, göndərilsin cəbhəyə, cəbhə tankları və top şeyləri, belə deyək də, tanklar, BTR-lər, zireh texnikalar, təyyarələr işləsinlər. Yəni dayanmadan neft çıxarılırdı. İkili, üçlü növbələr dediyimiz gecə növbələrində işlənilirdi. Sonra Azərbaycanda bir çox belə silah-sursat istehsalı, 130-a yaxın silah-sursat istehsalı olacaqdı. Bunlardan ən yüzü Katyusha raketləri idi. Sonra 42-ci ildə hərbi təyyarə zavodları tikiləcəkdi. Sonra yaralılar üçün hospitallar tikiləcəkdi və əlavə yaralılar üçün insanlar bura gətiriləcəkdi. Hətta Alman əsirləri belə buralara gətirilmişdi. Yəni Azərbaycanda saxlanılırdı 40-cı illərdə. Sonra burada elmlə bağlı nə kimi Yusif Məmmədəliyev yüksək oktanlı benzin kəşf ediləcəkdi. Əslində yəni yüksək oktanlı benzin yəni məsələsi deyil, amma yəni siz elə bilin. Elmdə yeni bir ixtira. Yüksək oktanlı benzin oldu ki, yəni soyuq havada belə benzin töküləcəyi zirehli texnikada və ya təyyarədə uçmağı daha çox belə də və ya da hərəkət eləməli idi. Bir də 1935-ci ildə Rusiyanın Elmlər Akademiyası yaradılmışdı, Azərbaycan filialı. Amma Azərbaycan özündə ayrıca 1945-ci ildə Elmlər Akademiyası yaradılacaqdı və Mir Qasımov isə ilk Elmlər Akademiyasının prezidenti seçiləcəkdi. Sonra bu dövrdə 40-cı illərdə Azərbaycanda elmi mədəni tədbirlər həyata keçiriləcək, cəbhə boyu əsgərlərə motivasiya olsun deyə mədəni tədbirlər falan həyata keçiriləcək. Bu da sizin müharibə